bir şey etiraf edeyim ki, mən tələbəlik dövründə qazandığım təcrübələri və bilikləri ondan sonraki heç bir dövrdə qazanmamışam. Bugün Azərbaycan Dövlət İqtisadi Universitetdə Bilim 2025 forumu keçirilməkdədir. Forum adından göründüyü kimi özünə 5 əsas mövzunu, aktual mövzunu əhatə edir ki, biz bu sahələrə biznes, innovasiya, rəqəmsal marketinq, inkubasiya və müxtəlif sahəsinə aid edə bilərik. Forumun əsas məqsədi universitetdə təhsil alan tələbələr üçün müasir dövrün çağırışlarına cavab verən və hal-hazırda da iqtisadi inkişafın əsas göstəricilərindən biri olan biznesin modernləşməsi, innovasiyaların tətbiqi, rəqəmsal marketinqin rolu, süni intellektin təşviqi və həmçində startup və inkubasiya modellərinin tənzimlənməsi ilə bağlı tələbələri bu prosesdə cəlb etmək, təşviq etmək və onlarda həmçində bu sahələrdə real əməkdaşlıq imkanlarının qurulmasını təmin etməkdir. Forum çərçivəsində müxtəlif panel sessiyalar təşkil olunmuşdur və bu panel sessiyalarda bir sıra dövlət təşkilatlarından, dövlət qurumlarından müxtəlif ekspertlər iştirak etmişdir.